il biz növbəti dəfə öz illik konfransımıza yığılmışıq, yubiley konfransımıza yığılmışıq. Artıq ildən ilə bizim sıralarımıza qatılan, bizim tədbirlərimizə qatılan Almaniyada çalışan tibb işçilərinin sayı artmaqdadır və eyni zamanda Almaniya tamamında tibb işçilərinin sayı artmaqdadır. Məqsədimiz Almaniyada çalışan 2000-ə yaxın Azərbaycanlı həkimi öz ətrafımızda birləşdirməkdir. Eyni zamanda əsas məqsədlərimizdən biri Alman səhiyyə sisteminə özümüzü tanıtmaq və biz bura gəlib çıxana qədər çəkdiyimiz çətinlikləri gələcəkdə bizim sıralarımıza qoşulan insanların çəkməməsidir. Onlara öz keçdiyimiz yolu göstərməklə, öz təcrübələrimizi bölüşdürməklə onların Alman səhiyyə sisteminə inteqrasiyasını təmin etməkdir. Bugünkü tədbirin əsas işini son zamanlarda ümumiyyətlə nəinki səhiyyə sahəsində, bütün sahələrdə aktuallaşan süni zəkanın tətbiqindən, səhiyyə sahəsində tətbiqindən, onun çatışan və çatışmayan etik və qeyri-etik tərəflərindən danışacağıq. Digər panelimizdə isə biz müxtəlif ölkələrdə tibb təhsilinin qarşılıqlı müqayisəsini eləyəcəyik. Hər hansı bir tibb təhsilinin avantajı və ya dezavantajı varmı? Bəlkə gələcəkdə hər hansı bir başqa ölkədə çalışan kolleqamız öz işini Almaniyada qurmaq istəyirsə, bu mənada biz bəzi məqamları müzakirə eləyəcəyik. Eyni zamanda müxtəlif tək çıxışlarımız olacaq və bu çıxışlarda tibb işçiləri öz həyat yolu və yaxud da ki, tibbin müxtəlif sahələrinə inkişafına dair öz fikirlərini bizimlə bölüşəcəklər. Mən keçən tədbirdə vurğulamışdım, onu bir daha vurğulamaq istəyirəm ki, əgər bu gün biz bura gələndə bizim bir ideyamız varsa, sizin də bir ideyanız varsa, artıq biz bu tədbirdən ayrılanda bizim 2 ideyamız olacaq. Və keçənlikki tədbirlə müqayisədə bugünkü tədbirdə iştirakçı sayımız təqribən 25% daha artıb. Deməli, bu il ideyalar daha çox olacaq. Ümid edirəm, bu ideyaların Alman səhiyyə sisteminə, Azərbaycan səhiyyə sisteminə öz qatqıları olacaq və gələcəkdə insanların sağlamlığına hər hansı bir müsbət mənada toxunuş eləyə bilərik. Ayında 5 il yaranıbdır və yarandığı gündən Azərbaycanlı həkimlərə müxtəlif sahələrdə dəstək vermişdir. Həmçinin illik konfranslar vasitəsilə üzvlərlə görüşlər keçirilir. Hər il çalışırıq müxtəlif şəhərlərdə görüşək, müxtəlif belə deyək, əyalətlərdə yaşayan üzvlərə çataq, onlarla sıx təmasda olaq və əsasən yeni gələn gənc həkimlərimizi dəstəkləyək. Biz müxtəlif vasitələrlə, həmçinin il ərzində sosial şəbəkələr vasitəsilə müəyyən tədbirlər keçiririk, onlarla əlaqədə oluruq. Tədbirin əsas gedişi bir neçə paneldən ibarətdir. Panelə Azərbaycanın Almaniyada çalışan bir çox mütəxəssisləri, bir çox professor və mütəxəssis həkimləri qatılmışdır. Proqramda əsas mövzulardan biri Almaniyanın təhsili, tibb təhsili, promosiyon imkanları, yəni elmi iş imkanları və bunun beynəlxalq müqayisədə təhlili haqqındadır. Həmçinin bugünün ən vacib mövzularından biri olan süni intellektin tibbdə tətbiqi, diaqnostikası, tibbi müalicənin, proqnozun təsiridir və onun müsbət mənfi tərəflərini bugün danışdıq. Bir çox bu sahədə mütəxəssis olan əməkdaşlarımızın, kolleqalarımızın dəstəyi ilə, tövsiyələri ilə biz panel müzakirələri yekunlaşdırdıq və bizim hər bir paneldən çıxan nəticəni yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq. 33 ilə yaxındır ki, Almaniyada yaşayıram. Hal-hazırda İda Oberstein adlı klinikanın kardiologiya şöbəsinin baş həkimiyəm. Bu tədbir çox mühümdür. Mən bura Almaniyaya gələndə 90-cı illərdə heç Azərbaycandan demək olar ki, heç nə ki Azərbaycan, Sovet İttifaqından heç elə, keçmiş İttifaqının çox adamı yox idi. Bir-birini tanısınlar, bir-birinə dəstək olsunlar. Bu baxımdan da həm həyatlarda, amma həm də peşələrdə də çox mühüm olan amillərdən biridir mənim fikrimcə. Burada gənc həkimlər üçün, tələbələr üçün maraqlı olan mövzular da ümid edirəm toxunulacaq da və sonuçda məqsəd budur ki, biz bir-birimizi tanıyaq və bir-birimizə də dəstək olaq. Mən bugün Mainz şəhərindən bura gəlmişəm. Orada universitet klinikdə Hochschul ambulansıda mavin kimi işləyərəm. Özüm otaylıyam. Bugün çox şadam ki, buradayam. Bu bir dənə nümunə kimindir tamam həkimlərə. Burada təqribən 1800-2000 Azərbaycanlı indi həkim var burada. Ümid edirəm gələcəkdə getdikdən də çoxala və otay-butay həkimlər bir-biri ilə gələrlər, daha çoxala, güclənərlər. Onun üçün bu ki, bir-biri ilə gəlirlər və aktual tibbi məsələləri, elmi təhqiqatı bir-birinə sual edirlər, planlaşdırırlar, vəzifə verirlər. Bu özü çox önəmli bir
məsələdir və mən bunun üçün çox şadam buradayam. Çox fəxr edirik ki, bizim illər öncə gələn kolleqalarımız, həmvətənlərimiz artıq böyük karyera addımlar atıb karyeralarında, həm də elmi yollarında irəliləyiblər. Onların danışdıqları, çıxışları məncə bizim üçün əlavə xüsusi bir təcrübədir. Çox qürur duyuruq, sevinirik və ümid eləyirik ki, bu gün bizim həyatımızda bir kiçiksə də müsbət iz buraxmış olar.